Salam, hörmətli müəllimlər, əziz abituriyentlər. Biz bu video izahda güvənin C variantındakı testlərini işləyəcəyik. Bugünkü mövzumuz düzxətli bərabər sürətli hərəkətdir. Başlayaq bir nömrəli məsələdən. İki cismin hərəkətlənliyi verilir. Cisimlərin ikinci saniyənin sonunda görüşdüyünü bilərək başlanğıc anda onlar arasındakı məsafəni müəyyən edin. Deməli, bizə koordinat tənlikləri verilir və biz bilirik ki, cisimlər o zaman görüşür ki, onların koordinatları eyni olsun. Deməli, görüşmə şərti olaraq biz yaza bilərik ki, birinci cismin koordinatı ikinci cismin koordinatına bərabər olmalıdır. Bir nömrəli məsələdə. x1 bərabər olmalıdır x2-yə. x1-imizi verib 20 üstəgələk 5t bərabərdir. x2, x0 üstəgələk 2t-dir. Və ikinci saniyənin sonunda görüşməkləri bu deməkdir ki, zamanı biz 2 saniyə götürəcəyik. Onda olacaq 20 üstəgələk 5 vurulsun 2 bərabərdir. x0 üstəgələk 2 vurulsun 2. Deməli, buradan alırıq 20 üstəgələk 10, 30 bərabərdir. x0 üstəgələk 4, x0 bərabərdir 26 metr 30-dan 4-ü çıxırıq. Deməli, birinci cisim hərəkətə başlayanda burada biz koordinat tənliyini bilirik. X bərabərdir x0 üstəgələk vxt-dir. Birinci cismin başlanğıc koordinatı 20-dir. İkinci cismin başlanğıc koordinatında biz tapdıq 26. Deməli, bunlar arasındakı məsafəni hesablayanda delta x bərabərdir. İkinci cismin başlanğıc koordinatından çıxmalıyıq birinci cismin başlanğıc koordinatını. Yəni, deməli, 26-dan çıxırıq 20-ni, deməli, 6 metr bunlar arasında məsafə olub. Cavab B variantı. 2 nömrəli məsələ. 2 nömrəli məsələ belədir. Düzxətli bərabər sürətlə hərəkət edən iki cismin hərəkət tənlikləri verilir. Bu cisimləri 4-cü saniyənin sonunda görüşərsə, ikinci cismin sürətini hesablayın. Deməli, görürük ki, burada ikinci cismin sürətini verməyib və bizdən onu istəyir. Deməli, yenə görüşmələri üçün bunların koordinatları bərabər olmalıdır. x1 bərabər olmalıdır x2-yə. Deməli, x1 40 çıxılsın 5t bərabərdir. V vurulsun t çıxılsın 20. Burada zamanı bizə verib 4 saniyə. 4 saniyədən sonra bunlar görüşürlər. Onda zamanın yerinə 4 qoyuruq. 5 vurulsun 4 bərabərdir. 4v çıxılsın 20. 40-dan 20-ni çıxırıq. Burada 20 qaldı. 4v çıxılsın 20. 4v buradan bərabərdir. 20 üstəgələ 20, 40. V də bərabərdir 10 metr bölünsün saniyə. Cavabımız oldu C variantı. 3 nömrəli məsələ. Deməli, burada x oxu boyunca düzxətli bərabər sürətlə hərəkət edən iki cismin başlanğıc andakı vəziyyətlərinə əsasən onların görüş yerinin koordinatını müəyyən edin, deyir. Və biz burada görüş yerinin koordinatını 2 üsulla müəyyən edə bilərik. Gəlin birinci üsulumuza baxaq. Birinci üsulda nə edirik biz? Birinci üsulda hər bir cismin koordinat tənliyini yazırıq. Birinci cismin koordinat tənliyini yazanda x1 bərabərdir. Biz bilirik, ümumi şəkildə tənliyimiz belədir. x0 üstəgələk vxt. Yəni, mən bura x01 yazım. Bu da olsun v01t. Görürük ki, burada başlanğıc koordinat, məsələn, mən bunu birinci cisim götürsəm, buradakı cismi, bunun başlanğıc koordinatı, yəni x01-i mənfi 20-dir. Sürət proyeksiya şəklində yazsaq, x oxu üzərindədir, x oxu istiqamətində yönəlib, deməli, proyeksiyası da müsbətdir. Onda x1-in tənliyi olacaq, x1 bərabərdir, mənfi 20 üstəgələk 6t. Bu bizdə birinci cismin koordinat tənliyidir. İkinci cismin koordinat tənliyini yazanda x2 bərabərdir. Baxırıq ki, başlanğıc koordinatı haradadır? 30-dadır. Amma sürət burada artıq x oxunun əksi istiqamətindədir. Ona görə də bunun proyeksiyası mənfi olacaq. Deməli, 30 çıxılsın. Artıq mənfidir burada sürət 4-dir. İndi biz bunların
görüş yerinin koordinatını təyin etmək üçün bunların görüşmə müddətini müəyyən eləməliyik. Görüşmə şərti də biz bilirik ki, koordinatlar bərabər olanda bu cisimlər görüşürdülər. Deməli, x1-i bərabər eləməliyik x2-yə, buradan zamanı tapmalıyıq. -20 üstə gələk 6t bərabərdir 30 çıxılsın 4t. -20 çıxılsın 30, bu eləyəcək -50 bərabərdir. -4 çıxılsın 6, -4t çıxılsın 6t, bu da elədir -10t. T bərabərdir 5 saniyə. Yəni -50-ni 10-a böldük 5 saniyə. Deməli, bu cisimlər 5 saniyə sonra görüşəcəklər. Görüş yerinin koordinatını tapmaq üçün ya birinci tənlikdə, ya da ikinci tənlikdə fərqi yoxdur. Həmin 5 saniyəni gətirib t-ni burada yerinə qoymalıyıq. Olacaq -20 üstə gələk 6 vurulsun 5, -20 üstə gələk 30, bu da elədi 10 metr. İkincidə də yerinə qoysaq yenə eyni cavab alacağıq. 30 çıxılsın 4 vurulsun 5 bərabərdir 30 çıxılsın 20-dən, deməli aldıq 10 metr. Görüş yerinin koordinatı 10 metrdir. İkinci üsul nədən ibarətdir? İkinci üsulda biz nisbi sürətlə gedəcəyik. Yəni cisimlər əgər qarşı-qarşıya hərəkət edirlərsə, burada nisbi sürəti tapacağıq. V nisbi sürət qarşı-qarşıya hərəkətdə toplanılırdı. Ona görə olacaq V1 üstə gələk V2 elə də 6 üstə gələk 4-dən 10 metr böl saniyə. Başlanğıcda bunlar arasındakı məsafə nə qədərdir? Biri -20-dədir, biri 30-dadır. Deməli, bunlar arasındakı məsafə 50 metrdir. Bəli. Və biz buradan zamanı tapsaq, S-i bölərik V nisbiyə, nisbi sürətə. Bu da bərabərdir 50 bölünsün 10-dan, t-ni 5 saniyə tapdıq. İndi nə edirik? İstər birinci cismin getdiyi yolu tapın, istər ikinci cismin getdiyi yol. Yəni, burada onda L bərabər olacaq. Yəni, birincini tapıram mən. V1 vurulsun T. V1-imiz 6-dır, T də 5-dir. Deməli, birinci cisim 30 metr yol gedəcək. Birinci cismin 30 metr yol getməsi, yəni görüşənə qədər 30 metr yol getməsi nə deməkdir? Baxın, -20-dədir başlanğıcda. Onda hara gələcək? Deməli, 10 metr koordinatına gələcək. Belə də tapa bilərik bunu. X bərabərdir x0 üstə gələk sx. Yəni, biz burada sx-ımızı nə tapdıq? 30 metr tapdıq. x0 -20 üstə gələk 30, o da bərabərdir 10 metr. 4 nömrəli məsələ. 2 maddi nöqtənin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. Görüşənə qədər ikinci maddi nöqtənin getdiyi yolu tapın. Yenə biz burada bilirik ki, görüşmə şərti bu idi ki, koordinatlar bərabər olmalıdır. Koordinatlar bərabər olmalıdır və görüşdüyü koordinat, hər iki cismin görüşdüyü koordinat 5 metrdir. Burada ikinci cismin, ikinci maddi nöqtənin getdiyi yol deyirsə, ikincinin qrafiki, baxın, bu qrafikdir. Deməli, x0 25-dən başlayır, 5-ə gəlir. Deməli, nə qədər yol gedir bu? 20 metr yol getmiş olur. Əslində, şifahi məsələdir. 5 nömrəli məsələ. Düz xətli hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidə anından 5 saniyə sonra cisimlər arasındakı məsafəni hesablayın. Deməli, biz bu cisimlər arasındakı məsafəni hesablamaq üçün, baxın, birinci cismin getdiyi yol, burada bilirik ki, fiqurun sahəsidir. Baxın, bu fiqurun sahəsi. Burada bu fiqurun sahəsi birinci cismin getdiyi yoldur. Aşağıdakı, bax, bu fiqurun sahəsi isə ikinci cismin getdiyi yoldur. Və bunlar biz görürük ki, əks istiqamətlərdə hərəkət edib. Başlanğıc koordinatları eynidir. Baxın, bir koordinat müstəvisində, deyək ki, iki cisim də eyni koordinatda dayanıb. Biri x oxu istiqamətində gedir, biri x oxunun əksinə. Məsələn, bu birinci cisim olsun. Bir dəqiqə. Bu birinci cisim, bu ikinci cisim. Birinci cisim bir neçə saniyə sonra gələcək bura, birinci cisim. İkinci cisim də gəldi, deyək ki, bura.
Bunlar arasındakı məsafəni tapmaq üçün birinci cismin getdiyi yolla ikinci cismin getdiyi yolu nə etməliyik? Toplamalıyıq. Deməli, burada birinci cismin getdiyi yol bu fiqurun sahəsidir, yuxarıdakı fiqurun sahəsidir. İkinci cismin getdiyi yol da aşağıdakı fiqurun sahəsidir. Ümumilikdə bunlar arasındakı məsafə, bax bu böyük fiqurun, buradakı bu böyük fiqurun sahəsi olacaq. Deməli, bu da düzbucaqlıdır. Düzbucaqlının baxın, deyək ki, uzunluğu olsun, burada eni olsun. Uzunluğu, buradan görürük, zamanı verib 5, deməli 5-dir. Eni də nə qədərdir? 5-dən gəlib -10-a, deməli 15-dir. 5-i vururuq 15-ə, elədi 75 metr. Deməli, bunlar arasındakı məsafə 5 saniyə sonra 75 metr olacaq. 6 nömrəli məsələyə baxaq. Düzxətli hərəkət edən, başlanğıc koordinatları eyni olan A və K cisimlərinin sürət zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda bu cisimlər arasındakı məsafəni hesablayın. Yenə cisimlər arasındakı məsafəni istəyir. Burada artıq eyni istiqamətli hərəkətdir və eyni istiqamətli hərəkətdə baxın, deyək ki, yenə koordinatları, başlanğıc koordinatları eynidir. Deyək ki, bu birinci cisimimiz olsun, bu da ikinci cisimimiz olsun. 4 saniyə sonra birinci cisim, yəni K cismi deyək də burada adlandırıb, K, bu da olsun A cismi. K cismi gələcək deyək bura. A cismi də ondan geri qalacaq. Niyə? Çünki sürəti azdır. A cismi də bura gəldi. Bunlar arasındakı məsafəni hesablamaqdan ötəri, deməli biz nə edirik? Baxın, K-nın getdiyi yol budur. LK yazıram buna. A-nın getdiyi yol da budur. LA yazıram buna. Deməli, bunlar arasındakı məsafə, baxın, bu hissədir, bu parçadır. Mən bu parçanı tapmaq üçün nə etməliyəm? LK-dan çıxmalıyam LA-nı. Deməli, burada cisimlər arasındakı məsafəni hesablamaqdan ötəri K cisminin getdiyi yol sürət zaman qrafikində biz bilirik ki, grafikin altında qalan fiqurun sahəsi bizə yolu verir. Ona görə K cisminin getdiyi yol burada 5 vurulsun 4, deməli LK oldu 15 vurulsun 4, 60 metr. A cisminin getdiyi yolu isə LA bərabərdir 5-dir sürəti. Bax, bu fiqurun sahəsini tapacağıq. Bu da oldu 20 metr. Bunlar arasındakı məsafə LK çıxılsın LA bərabərdir. Buna delta L deyək. 60 çıxılsın 20 bərabərdir 40 metr olacaq. Cavab C variantı. 7 nömrəli məsələ. O, X oxu boyunca hərəkət edən və başlanğıc koordinatları eyni olan cisimlərin sürətlərinin proyeksiyası zamanı hansı qrafiklər verilmişdir? 6-cı saniyənin sonunda bu cisimlər arasındakı məsafə 180 metr olarsa, K cisminin sürətini hesablayın. Biz bayaqki məsələdə dedik ki, əgər cisimlər əks istiqamətli hərəkət edirsə, burada da görürük ki, sürətin proyeksiyası burada müsbətdir, burada mənfidir, M də mənfidir. Deməli, bunlar əks istiqamətli hərəkət edirlər. Onlar arasındakı məsafəni tapmaq üçün birinci cismin getdiyi yolla ikinci cismin getdiyi yolu toplamalıyıq. Birinci cismin getdiyi yol, baxın, burada yenə bu məsafədir. Yəni, K cisminin getdiyi yol, L cisminin getdiyi yol da bu fiqurun sahəsidir. Deməli, biz bu fiqurların sahəsini tapıb toplasaq və yaxud da ümumi halda buradakı ümumi, bax, bu 2 dənə fiqurun sahəsini bir yerdə tapsaq, bizə gedilən yolu verir. Və bizə bu yolu verib 180 metr. Deməli, həmən bu düzbucaqlının sahəsi 180 metrdir. Deməli, biz buradan sahəni tapsaq, burada fiqur düzbucaqlıdır. Uzunluğun bilmirik nə qədərdir. Deməli, baxın, sual işarəsi qoyub burada. Uzunluğu x olsun, heç bilmirəm nə qədərdir. Eni isə 6-dır. Deməli, biz 6-nı, sahəni tapanda x-a vursaq, 180 metr eləməlidir. X da burada nədir? X da olacaq 186-ya böləndə 30. Deməli, əgər x 30-dursa, bura 10. Bax, bu hissə 10-dursa, digər hissəyə nə qədər qalır? 20. Deməli, buradakı bu sürət 20 metr bölünsün saniyədir. Cavab oldu C variantı. 8 nömrəli məsələ. Koordinatın zamandan asılılıq grafikinə əsasən hansı zaman intervalında cismin sürətinin proyeksiyası müsbətdir? Yadımızda saxlayaq ki,
Əgər koordinat zaman qrafiki verilirsə, qrafikin belə deyək, qrafik yuxarı yönəlirsə, sürətin proyeksiyası müsbət olacaq. Qrafik aşağı yönəlirsə, sürətin proyeksiyası mənfi olacaq. Məsələn, burada görürük ki, baxın bu hissədə burada qrafik aşağıdır, deməli sürətin proyeksiyası burada mənfidir. Bu hissədə koordinat sabitdir. Koordinatın sabit olması o deməkdir ki, yəni burada cisim hərəkət eləmir, sürəti 0-a bərabərdir. Sonra digər bu hissədə burada koordinat yuxarı, qrafik yuxarı yönəlib, deməli burada nədir? Burada müsbətdir. Artıq biz cavabımızı aldıq, çünki elə bizdən müsbət istəyirdi. Nədir? T2 ilə T3 aralığı. Yenə bu hissədə davam eləyək. T3 ilə T4 arasında koordinat sabitdir, ona görə də sürət 0-dır. Digər hissədə T4 ilə T5 arasında qrafik aşağı yönəlib, ona görə də sürətin proyeksiyası olacaq burada mənfi, 0-dan kiçik. 9 nömrəli məsələ. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qiymətləri cədvəldə verilib. Aşağıdakı ifadələrdən hansı və ya hansılar doğrudur? Birinci cədvələ baxaq. Cədvəldə görürük ki, zamanın başlanğıc anında cismin başlanğıc koordinatı 30 metr olub. 1 saniyə sonra 25, 2 saniyə sonra 20, 3 saniyə sonra 15, 4, 15-də 5 oldu. Deməli, bu 1 saniyədə getsə, koordinat neyinir burada? Hər saniyədə 5-5 azalır. Yəni 6-cı saniyənin sonunda olacaq 0. Elə burada baxın görün 3-cü variantda deyir ki, 6-cı saniyənin sonunda cisim koordinat başlanğıcında olacaq. Həqiqətən də bu belədir. Sonra cisim x oxu istiqamətində bərabər sürətlə hərəkət edir. Cisim bərabər sürətlə hərəkət edir, bəli, amma x oxu əks istiqamətində. Bərabər sürətlə hərəkət etməsini buradan bilirik ki, cisim bərabər zaman fasilələrində bərabər yollar icra edir. Yəni, 1 saniyədə gəlir 5 metr, 2-ci saniyədə gəlir yenə 5 metr, yəni bərabər zaman aralıqlarında bərabər yollar gedir. Amma x oxunun əksinə. Niyə? Çünki başlanğıcda koordinat 0-dır. Lap bunun biz koordinat zaman qrafikini qursaq, x, t, başlanğıcda 30-dur. Sonda hara gəldi? Sonda gəldi oldu koordinat 0. Yəni 6 saniyə sonra bunun koordinatı 0-a bərabər oldu. Deməli, x oxu əks istiqamətində bərabər sürətli hərəkət edər. X oxu istiqamətində yox. Cavab oldu 2, 3, D variantı. 10 nömrəli məsələyə baxaq. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin yerdəyişməsinin proyeksiyasının asıllığını düzgün təsvir edir? Əgər sürətin zamandan asıllılıq qrafiki aşağıdan, T oxundan aşağıda verilibsə, deməli, burada sürətin proyeksiyası mənfidir. Sürətin proyeksiyasının mənfi olması o deməkdir ki, cisim x oxunun əksi istiqamətində hərəkət edir. Yəni, biz burada qrafikləri axtaranda T oxundan aşağıda axtarmalıyıq. Və bu bərabər sürətli hərəkət olduğundan, bərabər sürətli hərəkətdə biz bilirik ki, x, v, x, t-yə bərabər sürət sabitdirsə, s, x, t-dən düz mütənasib asılıdır. Amma burada sürətin proyeksiyası mənfi olduğundan biz aşağıda axtaracağıq qrafiki. Cavabımız olacaq B variantı. 11 nömrəli məsələ. Koordinatın zamandan asılılıq qrafiklərinə əsasən aşağıdakılardan hansı doğrudur? Gəlin baxaq. Deməli, biz koordinat zaman qrafikindən bilirik ki, bunun A cisminin son koordinatı x-i 50-dir, başlanğıc koordinatı 0-dır. Biz burada sürəti tapsaq, yəni A cisminin sürəti bərabərdir. X çıxılsın, x 0 bölünsün, t düsturundan istifadə edirik. Son koordinat 50, başlanğıc 0 bölünsün. Neçə saniyə sonra bunun koordinatı 50 olub? 2. Deməli, bu oldu 25. Sonra B cisminin sürətini tapsaq, B-nin son koordinatı yenə 50-dir. Başlanğıc koordinatı 0-dır, zaman 4-dür. Deməli, yenə x çıx, x 0 bölünsün, t yazsaq, 50 çıxılsın 0 bölünsün artıq 4-ə. Bu da eləyir 50-ni 4-ə böləndə 12 tam onda 5.
İndi biz burada VA-nı VB-yə bölsək, yəni 25 bölünsün 12,5, o da bərabərdir 2. Deməli, biz buradan alırıq VA bərabərdir 2VB-yə. Cavabımız oldu burada yalnız 1. Cavab C variantı. 12 nömrəli məsələ. İki cismin hərəkət tənlikləri x1 bərabərdir 10t çıxılsın 4 və x2 bərabərdir 20 üstəgələk 8t şəklindədir. Görüşənə qədər birinci cismin getdiyi yol neçə metrdir? Burada koordinat zaman tənliyi biz bilirik ki, x0 üstəgələk vxt-dir. Burada vxt əslində bizə sx-i verir. Deməli, biz bunların görüşmə anlarını tapmalıyıq. Sonra gətirib istənilən, istər birinci cismin sx-ini tapa bilərik, ikinci cismin sx-ini tapa bilərik. Yəni, həm yer dəyişməsini tapa bilərik, həm də yolunu tapa bilərik. Deməli, görüşmə şərti nə idi? x1 ilə x2 bir-birinə bərabər olmalıdır. Deməli, buradan yazaq elə, yerimiz geniş olsun. x1 bərabər olmalıdır x2-yə. x1-imiz 10t çıxılsın 4 bərabərdir 20 üstəgələk 8t. 10t-dən 8t-ni çıxsaq 2t bərabərdir 20-nin üstünə 4-ü gəlirik. 24t də buradan bərabərdir 12 saniyə. Deməli, zamanı tapdıq biz 12 saniyə. Bizə hansı cismin getdiyi yol soruşur? Birinci cismin. Birinci cismin koordinat tənliyində. Yəni, x1 bərabərdir 10t çıxılsın 4-dən. Biz görürük ki, bunun sürəti, yəni t-nin əmsalı bizə sürəti verir 10-dur. Zamanı da biz tapdıq 12. Deməli, gedilən yol v vurulsun t-dir. O da bərabərdir 10 vur 12 bərabərdir 120 metr. Deməli, birinci cismin getdiyi yol 120 metrdir. Baxın, yolla koordinatı qarışdırmamaq lazımdır. Burada koordinat deyirsə, tapdığımız həmən o zamanı, 12 saniyəni gətirib burada, yəni bax bu koordinat tənliyində yerinə qoyuruq. İstər birincidə, istər ikincidə. Amma gedilən yol və yaxud da yer dəyişmə deyirsə, onda artıq biz burada, baxın, 8t, bax buradakı 8t bizə yer dəyişməni verir. Eyni zamanda buradakı 10t bizə yer dəyişməni verir. Yəni, gətirib orada yerinə yazmalıyıq. Bu da belə. 13. Cisim müstəvi üzərində düz xətt üzrə hərəkət edərək 4 saniyə ərzində A 8-20 nöqtəsindən B -4 nöqtəsinə yerini dəyişir. Cismin sürətinin x, y oxu üzrə proyeksiyalarını və sürətinin modulunu hesablayın. Deməli, biz nə edirik burada? Birinci gəlin sürətin x oxu üzərindəki proyeksiyasına baxaq. Sürətin x oxu üzərində proyeksiyasını tapmaq üçün biz x çıxılsın x0, başlanğıc koordinat çıxılsın son koordinat bölünsün t. Amma x oxu üzərində bunu hesablayırıqsa, deməli, burada x-ımız bizim, yəni son koordinatımız, başlanğıc koordinatımız 8 metrdir. Son koordinatımız -4-dür. Digər bu -20 y oxu üzərində başlanğıc koordinatdır. 4 isə y oxu üzərində son koordinatdır. Biz sürətin x oxu üzərində proyeksiyasını hələ ki tapırıq. Ona görə x-lara baxırıq. Deməli, x-ımız nə qədər oldu? -4 oldu. Deməli, nə edirik onda? -4-dən çıxmalıyıq. Başlanğıc koordinatımız nə qədərdir? 8. Bölünsün, zamanı bizə verib 4 saniyə. Burada 4 saniyə. Deməli, -12, -12-ni 4-ə böləndə aldıq -3 metr bölünsün saniyə. Y oxu üzərində proyeksiyasını tapanda artıq y çıxılsın y0 bölünsün t yazmalıyıq. Y neçədir? 4. Y0-ımız 20 bölünsün 4-ə. Deməli, 4-dən 20-ni çıxırıq, -16 bölürük 4-ə, -4 metr bölünsün saniyə. Bu nə deməkdir? Deməli, biz burada y və x koordinat oxlarını çəksək, bura y, burada x oxu olsun. Deməli, x oxu üzərində proyeksiya -3-dür. Bu o deməkdir ki,
X oxu üzərində proyeksiya -3 olması X oxunun əksi istiqamətində olması deməkdir. Yəni sürətin X oxu üzərindəki proyeksiyası mənfidir. Deməli X oxunun əksi nədir? Bura deməli nədir? Bura oldu 3 mənfidir. Mən ədədi qiymətini götürdüm artıq. Y oxu üzərindəki proyeksiyası da mənfidir. Deməli, mənfini buradan çəksək. Burada oldu, deməli, 4. İndi bu sürətin bizdən istəyir. Gəlin X-i yuxarıdan çəkək ki, baxın. Deməli, bu oldu bizdə. Y oxu üzərində proyeksiya 4. Bu da oldu 3. İndi sürətin modulunu soruşursa, Pifaqor teoreminə görə biz nə edəcəyik? Baxın, bu sürətin modulunu hesablamalıyıq. Deməli, olacaq Pifaqor teoreminə görə V bərabərdir kök altında 3-ün kvadratı, üstəgələk 4-ün kvadratı, bu da bərabərdir. Kök altında 9 üstəgələk 16, kök altda 25, buradan da 5 çıxacaq. Deməli, sürətin qiyməti oldu 5 metr bölünsün saniyə. Bu da 13 nömrəli məsələ. 14 nömrəli məsələ. Düz xətli hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. K nöqtəsinə uyğun zaman anında doğru variantları biz seçməliyik. Burada görürük ki, K nöqtəsinə uyğun zaman anında koordinatlar hər ikisi 2x olub, yəni bərabərdir. Deməli, bu nöqtədə cisimlər görüşürlər. Cisimlər arasındakı məsafə 0-a bərabərdir. Həqiqətən də K nöqtəsində əgər görüşüblərsə, deməli, bunlar arasındakı məsafə 0-dır. 3 səhvdir. Deyir, cisimlər arasındakı məsafə 0-dan fərqlidir. Xeyr. Cisimlər eyni istiqamətdə hərəkət edirlər. Burada görürük ki, biz məsələn, bu birinci cisim olsun, bu ikinci cisim olsun. Birinci cisim X oxu istiqamətində hərəkət edir. Gördüyümüz kimi yuxarı doğru. İkinci cisim isə X oxunun əksinə. Baxın, X oxu yuxarıdır. Ona görə birinci cisim də yuxarı doğru getdiyindən X oxu istiqamətində gedir. İkinci cisim isə X oxunun əksinə. Deməli, cisimlər əks istiqamətdə hərəkət edəcəklər. Cavab 1, 2, 5-dir. 15 nömrəli məsələ. ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gedən maddi nöqtənin yolunu və yer dəyişməsinin modulunu hesablayın. Bu yolu hesablamaq, burada biz trayektoriyanın uzunluğuna yol demişik. Ona görə də hər bir hissədə parçaların uzunluqlarını tapsaq, toplasaq, bu bizə gedilən yolu verəcək. Deməli, bir bölgümüz 5 desimetrdirsə, AB məsafəsi olacaq 10 desimetr. CB məsafəmiz görürük 3 bölgüdür. Biri 5-dirsə, olacaq bura 15 desimetr. CD məsafəsi 2-dir yenə, burada olacaq 10 desimetr. Bunların hamısını toplasaq, deməli, burada alırıq 10 üstəgələk 15, 25, üstəgələk 10, 35 desimetr. Deməli, yol oldu 35 desimetr. Bu da neçə metr eləyir? Bu da eləyir, deməli, 3,5 metr. Yer dəyişməni necə hesablayacağıq? Yer dəyişmə nə idi? Başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıc A-dır, sonu D-dir. Bu nöqtələri birləşdirib, baxın, bu məsafəni tapmalıyıq. Onda biz bu məsafəni necə taparıq? Burada bir düzbucaqlı üçbucaq yaradacağıq. Baxın, buradan mən belə bir xətt çəkdim. Buradan da belə bir. Burada bir düzbucaqlı üçbucaq yarandı. Baxın, bu düzbucaqlı üçbucaqda bunun bir katetinə, baxın, bura 4 bölgüdür. Hər bölgü burada 5 desimetr olduğundan, deməli, aşağıdakı kateti olacaq 20 desimetr. Sonra buradakı, baxın, bura bir, məsələn, K desək, DK məsafəsi olacaq 3 bölgüdür. Hər bölgü 5 desimetrdir. Ona görə bura olacaq 15 desimetr. Deməli, biz burada yer dəyişməni tapmaq üçün AD məsafəsini tapmalıyıq. Başqa sözlə desək, bu düzbucaqlı üçbucağın hipotenuzunu tapmalıyıq.
Deməli, hipotenuzu tapsaq, burada AD məsafəsi bərabərdir kök altında 20-nin kvadratı üstəgələk 15-in kvadratı. O da bərabərdir 400 üstəgələk 15-in kvadratı 225 bərabərdir kök altında 625-dən də çıxacaq 25 desimetr. 25 desimetr də 2,5 metrə bərabərdir. Deməli, yolumuz oldu 3,5 metr. Yer dəyişmə oldu 2,5 metr. 16 nömrəli məsələ. Maddi nöqtə düz xətli bərabər sürətlə hərəkət edərək 2 saniyə ərzində 1 nöqtəsindən 2 nöqtəsinə gəlir. Maddi nöqtənin sürətinin x, y oxuna proyeksiyasının və sürətinin modulunu hesablayın. Gəlin burada biz koordinatları yazaq. İlk öncə bunu deyim ki, əgər vektor burada koordinat oxuna perpendikulyardırsa, həmən ox üzərindəki proyeksiyası sıfıra bərabərdir. Yəni biz burada görürük ki, deməli, sürətin proyeksiyasını yazanda v və y-i gəlin tapaq. Çünki y ox üzərində burada proyeksiya sıfırdır. Yəni v, y bərabərdir. Y çıxılsın, y 0 bölünsün zaman yazmalıyıq və görürük ki, həmən bu vektorun həm başlanğıc koordinatı y ox üzərində 5-dir, həm də son koordinatı 5-dir. Deməli, burada artıq v, y 0 olacaq. Bunu bildik. Bəs x ox üzərində proyeksiyanı tapanda v, x bərabərdir, x 0 çıxılsın, x çıxılsın, x 0 bölünsün t-dir. Burada görürük ki, bizim başlanğıc koordinatımız x sıfırımız 10-dur. Son koordinatımız x-imiz isə 5-dir. Deməli, biz 5-dən 10-u çıxmalıyıq, bölməliyik. Zamanı 2 verib 2-yə. Bu da eləyəcək -2,5. Yazırıq -2,5 metr bölünsün saniyə. Artıq sürətin modulunu istədiyindən burada y ox üzərində proyeksiya 0 oldu. X ox üzərində -2,5. Sürətin onda modulu olacaq elə sadəcə 2,5. Yəni artıq mənfini götürmürük, çünki bizdən modulu soruşur. 17 nömrəli məsələ. Yol zaman qrafikinə əsasən qeyd olunan nöqtələrə uyğun sürətin qiymətləri arasında hansı münasibət doğrudur? Burada 1, 2, bir də 3 nöqtəsi verilib. 1, 2 görürük ki, hər iki qrafik onsuz da düz xətli bərabər sürətlə hərəkətin qrafikidir. Yəni burada v sabitdir. Burada da v sabitdir. Konstantdır. Deməli, 1, 2 də bir-birinə bərabər olacaq. Bir-birinə bərabər olacaq. Və biz buradan v-ni tapanda v bilirik ki, s bölünsün t-dir. Və bu da bizə verir tangens alfanı. Yəni, buradakı bucağın, baxın, alfanı verir. İndi alfa harada böyükdürsə, sürət də orada böyük olmalıdır. Ona görə 1 ilə 2 də bir-birinə bərabərdir. Bir qrafikin üzərindədir, həm də bucaqları da bir-birinə bərabərdir. Amma 3 nöqtəsində bucaq kiçikdir. Ona görə də sürət də orada kiçik olacaq. Deməli, 1, 2 bərabər olacaq, böyük olacaq 3-dən. Boş xanalara müvafiq fiziki kəmiyyətlərin işarələrini yazın. Vx bərabərdir, bilirik ki, x çıxılsın, x 0 bölünsün t-dir. Onda bu dairələrin içinə x gedəcək. X da bərabərdir, x 0 üstə gələk s x-dir. Onda bu 4 bucaqların da içərisinə s x gedəcək. Cavabımız olacaq x və s x.